Salam əziz dostlar, xoş gördük hər birinizi dəyərli izləyicilərimiz və Fazil bəy Əliyev Tiflisdən xoş gördük. Axşamlar Teymur bəy, sizi Gürcistandan Gökçay Qarapabaq Afşar Türkləri adına salamlayıram. Var olun Fazil bəy, mən də sizi salamlayıram və təbrik edirəm sizi yeni çıxan kitablarınız münasibətilə. Yeni kitablarınız çıxıbdır. Çox önəmli tarixi faktlar özündə əks etdirən kitablardır. Çox sevinirəm, çünki sizin xüsusi qələminiz var. Xalqımız bununla bağlı çox gözəl məlumatlar alacağına inanıram. Və bəzi dostlar da mənə kitab çıxandan sonra zəngləşib danışmışıq. Önəmli məlumatlar var kitabda, o dostlarımız da deyirlər və mən özüm də göz gəzdirmişəm, çox gözəldir. Həqiqətən də bizim tariximizi hər zaman, Türk tarixini hər zaman yazanlar, yadlar, yabancılar olublar. Amma bu dəfə artıq deyəsən qələm öz əlimizə keçibdir. Tarix yazan əllər öz əlimizdədir. Ona görə sizi təbrik edirəm və yəqin ki, bir gün bir proqram tərtib edəcəyik, təşkil edəcək bir proqram və sizin o kitablarla bağlı danışacaq. Bugün isə dəyərli Fazil bəy, mənim çox narahat eləyən, sizin də hər zaman gündəmə gətirdiyiniz, bizim birlikdə gündəmə gətirdiyimiz, bizim efirlərimizdən dəfələrlə olub, digər efirlərdə də olub, Gürcüstanda olan soydaşlarımızın İran sevdası məsələsi, İran sevdası, Fars sevdası məsələsi. Təbii ki, bu bəzən düşünürük ki, bəlkə şiəlikdən irəli gəlir, amma təriqətlər millətin genini dəyişməməlidir. Millətin genini dəyişməməlidir. Təriqət ola bilər ki, kimlərsə bugün yerdən belə deyək də peydah olsun və özündən bir təriqət yaratsın və o milləti parçalanmalıdır. Milləti birləşdirmək üçün iş görmək lazımdır. Milləti birləşdirmək üçün hər kəs əlindən gələn eləməlidir. Siz də bu milləti birləşdirmək üçün əlinizdən gələn eləyən kişilərdən birisiniz. Ona görə mən sizi dəvət elədim. Bununla bağlı danışaq. Daha doğrusu məni narahat edən məsələ həm də Azadlıq Radiosunda bizim Gürcüstanda olan soydaşlarımızla bağlı olan məsələdir. İkinci gün, daha doğrusu 2 gün öncə siz də mənə cənab keçmiş Nazir Saakashvilinin həbsxanadan yazdığı bir yazını göndərmişdiniz. Narahat edici məsələdir. Ona da qayıdıb gələcəyik, onu da danışacağıq, dəyərli Fazil bəy. Həqiqətən Saakashvili millətləri, Gürcüstanda yaşayan millətlərin hamısına eyni məsələdə dayanmağa çalışır, amma bu dəfə bunları buradan qovmaq lazımdır. Yəni bu İran meylləri buradan qovmaq lazımdır. İran casus şəbəkəsində işləyənləri buradan qovmaq lazımdır. Belə bir şey. Onu mən oxuyacağım hər halda, səsləndirəcəm. Amma istəyirəm bununla bağlı qısaca fikirlərinizi 1-2 dəqiqəlik alasın fikirlərinizi. Sonra mən videonu göstərəcəm. Videoda da olan məsələləri biz yavaş-yavaş danışarıq sizdən. Buyurun. Teymur bəy, izləyicilərimi də salamlayıram Gürcistandan. Uzaq dolu salamlar hər birinə. Və xahiş edirəm efir bəyənib paylaşsınlar. Daha çox dostlarımız efirə qurt olsun, efir maraqlı alınsın. Bəli, Teymur bəy, artıq Gürcüstanda deməli durum çox ağırdır. Yalnız Saakashvili yox, ümumiyyətlə dünyada baş verən proseslər, güclərin, super güclərin qütbləşməsi və s. və deməli Amerika Birləşmiş Ştatlarının, İsrailin deməli super güclərin İran'a qarşı apardığı savaşda Gürcistan türklərinin belə dini mövqelərinin hallanması və çox aktuallaşması bizi də çox narahat edir. Mən deyərdim ki, bu baş verən proseslərin faktiki olaraq dinlə heç bir əlaqəsi yoxdur. Gürcistanda dini o qədər bərbad vəziyyətə gətirib qoyublar ki, sadəcə olaraq mən yüzlərdən, bəlkə də minlərdən din adamlarla görüşlərim olub, söhbətlərim olub. Bir tarixçi kimi, bir hukukçu kimi bir bunlardan xeyli söhbət eləyəndən sonra mən tam əmin olmuşam ki, buradan dindən söhbət edə bilməz, din söhbəti yoxdur. Çünki dini bilmək üçün bir elmin olmalıdır. Nəsə götürüb Quran-ı Kərim oxumalısan, bir ümumi, primitiv dünya görüşüm olmalıdır, bilim olmalıdır ki, oxuduğunu anlaya biləsən. Əgər kimsə hansı cahil üzündən oxuyub yazmağı bilmirsə da, o heç vaxt mümin ola bilməz. Çünki Quran-ı Kərimdə əsas nə deyir? Əsas deyir, oxu, oxu, oxu.
Bizimkilər oxumağı xoşlamırlar, oxumağı sevmirlər, yazmağı xoşlamırlar. Sadəcə olaraq bu deyərdim ki, cahillik də deyil, xurafat da deyil, bu məqsədyönlü surətdə Fars Molla rejiminin xüsusi xidmət orqanlarının Gürcüstanda apardığı uzun müddətli və belə deyək, yaxşı işinin nəticəsidir bu. Mən onlara möminlər məni bağışlasın, mən möminləri həmişə sevmişəm, onlara mən həmişə arxayım, dəstəyəm. Çünki Gürcüstanda hamı farspərəst deyil, fars molla baş deyil. Bizdə həddindən çox möminlər var ki, milli ruhda yaşayan insanlardır, dünya görüşləri var, ağırlıdırlar. Həm şiələrin içərisində, həm də əhl-i sünnənin içərisində xeyli satılmamış qüvvələr var, möminlər var. Amma bir də İranın və yaxud Ərəbistanın distributorları var. Mən onları distributor deyirəm. Yəni ki, onlar Fars Molla rejimin və ərəblərin ideologiyasını satırlar, satmaqla məşğuldurlar, açıq deyirəm. Və bu heç xoşa gələn də deyil. Mən Saakashvili mələk olduğu haqda danışmaq istəmirəm. Çünki Qafqaz Müsəlmanlar İdarəsinin ləğv eləyib bizim dilimizi onsuz da bərbad vəziyyətə qoymuşdu Allah şükür Paşazadə. Sonra o Qafqaz Müsəlmanlar İdarəsindən 2012-ci ildə alıb onları deməli qeyri-hökumət təşkilatlarına çevirmək İranın Fars Molla rejiminin qolunu açdı. Onlar da çox asanlıqla başladılar deməli bizim Gürcüstandakı dini öz kontrollarına götürmək. Sadəcə olaraq mən sizə bir neçə misal çəkə bilərəm. Bir 2-3 gün əvvəl tatilinizdə da Tiflis şəhərində İran İslam Respublikasının səfirliyinin içərisində, daxilində ki, İrana dəstək aksiyası adı altında dırnaq içində keçirilən aksiyada mən möminlərlə söhbət elədim. Mən tam əminliklə dedilər ki, orada iştirak edənlərin çox namaz qılıb oruç tutanlar deyilik. Orada bituma alver eləyənlər də var, narmatu alver eləyənlər də var, başqa alverlə məşğul olanlar da var. Heç ömründə namaz qılıb oruçda tutmayıblar. Heç İslamla əlaqələri də yoxdur onların. Sadəcə olaraq bunun hamısı bir daha onu deməyə əsas verir ki, vəziyyət daha ciddidir. Yəni, gözümüzün qarşısında bilə-bilə Fars Molla rejimi kənd uşaqlarını belə də kütləvi surətdə vermovkaya salır və onun nəzərinizə çatdırım ki, Teymur Vermovka sözünü Saakashvili bilmirəm həbsxanada ola məndən nətər eşitmişdi. Çünki ondan qabaq mən televiziyada çıxışım olmuşdu. Səhv eləməmsə Günah TV-də mənim çıxışım olmuşdu. Ben o vaxtda danışmışdım ki, bizim kənd uşaqları biraz cahil olduğuna görə Quma gedəndə ya İrana gedəndə dərnaq içində molla məktəbini oxumağa. Birinci növbədə onları mollalıqdan qabaq hələ Vermovkaya salırlar. Vermovkadan sonra baxanda ki, bunlar artıq Fars Molla rejiminin caynağına keçiblər. Ondan sonra bunları cehindən boluna istifadə edirlər. Bilmirəm onu Saakashvili eşitdi mi, yoxsa Saakashvili çatdırmışdılar mı o söhbətləri. Oradan faktiki olaraq bizim fikirləri təşkil elədi. O Gürcü variantında Vermovka yazıb, eləmi məncə? Mən icazə verin Fazil bəy, bunu mən onun yazdığından 2 cümləni mən oxuyacağım Saakashvilinin. Deyir ki, Xamneyi 100 minlərlə Gürcüstan vətəndaşının lideri necə ola bilib, necə ediblər bunu belə. Gürcüstanda diktaturanın devrilməsindən, yəni Gürcüstanda diktaturanın devrilməsindən sonra Gürcüstan küçələrində Xamneyinin plakatları. Bu dostlar, cümlə biraz doğru yazılmayıb. Burada mən olduğu kimi oxuyuram. Yəni diktatura rejimi deyərək İranı deyir burada. Diktaturanın devrilməsindən sonra Gürcüstan küçələrində Xamneyinin plakatları və Amerika əleyhinə şüarlarla peydə olanlarla, o cümlədən buna icazə verən məmurlara, olanlara və o cümlədən buna icazə verən məmurlara, o cümlədən İranla dini əlaqəli olan insanlara ən sərt cavab tələb olunmalı və hamısı dərhal deportasiya edilməlidir. Yəni ki, bu Saakashvili sözləridir. Əslinə baxanda ölkəsini düşünüb deyir. Yəni biz Fazil bəy dəfələrlə sizlə bağlı, sizdən mən eşitmişəm bunu və hətta keçənlərdə çarəsiz vəziyyətdə Fazil bəy siz əlinizdə kitab gedib camilərdə bağışlayırsınız. Qardaş, bu kitabı oxuyun siz. Kitab oxuyun, Gürcüstanın tarixini oxuyun, Gürcüstan türklərinin tarixini oxuyun. Sonra gedin kiminsə hansısa bir Farsın maşası olun deyə az qala onlara belə necə deyim, əlinizdə kitab aparıb onlarla danışırdınız bunları. Yəni bu Saakashvilinin bu sözləri çox ciddi bir təbildir, həyəcan təbildir və biz bunu eləyirik sizlə.
Dəfələrlə sizlə eləyib bu məsələləri ki, qardaşlar, eləməyin bunu. Gürcüstanda olan türklər asılı olmalı fars sistemindən. Çünki bizim insanlarımızın çoxusu son dövrlərdə çox cahilləşiblər, məktəbə getmirlər. Məktəb demək olar ki, öz fəaliyyətini itiribdir. Ona görə də çoxusu cahil vəziyyətdə olduğu üçün təsir altına çox tez düşürlər. Mən icazə verim, bununla bağlı bir o videonu da göstərim. Video ilə də azca göstərək, sonra yavaş-yavaş sual-cavab edək, dəyərli Fazil bəy. Baxın dostlar, bura Gürcüstandır, bura səfirliyin qabağı desək, eləmi Fazil bəy? İçərisidir, daxilidir. Səfirliyin içərisi, İran səfirliyin içərisi. Bəli, içəridə daxildir. Siz də desək. Bəli. Gürcüstan azərbaycanlıları arasında İranın keçmiş ali dini lideri Əli Xameneyiyə bu qədər simpatiya hardandı? ABŞ və İsrail hava zərbələri ilə Xameneyini öldürəndən sonra onu şəhid adlandırıb yas saxlayanların görüntüsü təkcə İrandan yox, həm də Gürcüstandan gəldi. Düzdür, hansı ölkədə yaşamasından asılı olmayaraq Şiə məzhəbindən olan bir çox inanclı insanlar ayətullahları özlərinə mərciyi təqlid sayırlar. Onların fitvalarına diqqət edirlər. Xameneyi də həmin o müştəhidlərdən sayılırdı. Amma hüquq müdafiəçiləri Xameneyini həm də İran rejiminin rəhbəri kimi ölkəsində dinc etirazları qan içində boğmaqda ittiham edirdilər. Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakashvili də Facebook sosial şəbəkəsində ölkəsinin əhalisinin İranın dini rejimini dəstəkləməsindən yazıb. O, bölgədəki azərbaycanlıların İran rejiminin tərəfdarına çevrildiyini iddia eləyir. Necə oldu ki, bizim azərbaycanlılar borçlu xüsusi xidmət orqanları üçün çox asan verbovka edilənlərə çevrildilər? Necə oldu ki, vəziyyət o yerə çatdı ki, Azərbaycan öz ərazisinə bizim azərbaycanlı həmvətənlərimizi buraxmamaq üçün Gürcüstanla sərhədi bağlamağa məcbur oldu? Xüsusilə gənclər arasında İslamçıların təsiri güclüdür. Deməli, bax elə buradan danışaq, Fazil bəy. Necə oldu ki, deməli, Gürcüstanda yaşayan azərbaycanlılar bu dilin təsiri altına düşdülər. Necə oldu ki, məsələn, İran Azərbaycan sərhəddə bağlıdır, amma İran bir yol tapıb, təbii ki, Ermənistan üzərindən bir yol tapdı, gəldi Gürcüstana və Gürcüstana 6 ildir bizim artıq sərhədlərimiz bağlıdır. Amma buna baxmayaraq Ermənistan üzərindən gəlirdilər və gəlib orada təbliğatlarını aparırdılar. Camilərin, məscidlərin hamısında bunların güclü təbliğatı gedir, bugün də gedir. Və indi artıq deməli, yazıca gəlirsə biz bir dəfə də bunu danışmışdıq ki, Gürcüstanın baş naziri, məncə İrakli idi, ya İraklıdan əvvəlki baş naziri idi. Hətta bu Mərsiyə deyənlərin başında, qabağında gedib, o deməli, aksiyanın qabağında gedib, bu özü xristiyan olan, deməli, o müsəlmanların, o şiə dindarların qabağına düşüb aksiya keçirdilər. Buna qədər, məsələn, hər kəs görür ki, demək, Gürcüstan dövlətdə bu məsələdə maraqlıdır ki, İran gəlsin orada bizimkiləri manqurtlaşdırsın. Buyurun Fazil bəy, sizin fikriniz haqqında var. Tamamilə doğru buyurursunuz Teymur bəy. Əsaslar olsun ki, Gürcüstanda din adı altında kütləvi surətdə insanların xarici xidmət orqanları tərəfindən verbofiya uğraması, xarici ideologiya, tutaq ki, təşviqatı, propagandası Gürcüstan ərazisində adi bir şeyə çevrilibdir. Əfsuslar olsun ki, bizim baş nazirində çox acığına gəlir ki, və onları tənqid edəndə, bir söz deyəndə, baxmayaraq ki, siz özünüz də indi dinlədiniz o balaca verilişdə, orada göstərib təqlid deyilən bir anlayış var. Yəni, İran ruhani idarəsinin başçısının, belə deyək, ali rəhbərin əmrləri dırnaq içində güya bizim şiələr üçün əsas sayılır. Deməli, əgər İran İslam Respublikasının ali ruhani idarəsinin başçısı əmr versə ki, Gürcü dövlətinə qarşı başlayayım, onda bizim buradakı dırnaq içində şiələr, belə deyək, başlamalıdır Gürcü dövlətinə qarşı müharibəyə. Bu, bir yandan Gürcüstan dövlətini və dövlətçiliyini narahat eləməlidir. Ona görə ki, burada Gürcüstanın konstitusiyası yolu surətdə bozulub və hər bir Gürcüstan vətəndaşı üçün onun simvolları, simvolikası, prezidenti, bayrağı, himni, gerbi və s. anlayışlar pozulur. Buna baxmayaraq bizim baş nazir nəsə buna qeyri-adi baxır. Sadəcə olaraq
hakimiyyətlərin şimal və yaxud qərb istiqamətində deməli öz inkişafını, istiqamətini götürməsi bu hadisələrə öz təsirini göstərir. Məsələn, Mikhail Saakashvili dönəmində çox sünni təriqətinə başlanmışdı üstünlük verilməyə. Amma Saakashvili hakimiyyətdən gedəndən sonra Gürcünün arzusu siyasi partiya ki, hakimiyyətə gəldi. Bunların dönəmində artıq şikayətçiliyə başlandı deməli təkan verilməyə. Bunun hamısı onu göstərir ki, burada söhbət İslam dininin hansı təriqətinin, hansı ideologiya xidmət eləməyindən söhbət getmir. Sadəcə olaraq onların xarici qüvvələr tərəfindən idarə olunmağı və o kimə xeyir elədiyi bunlar maraqlanır. Amma biz bir millət kimi əlbəttə parçalanan Gürcüstanda yaşayan türk millətidir. Bir neçə təriqətlərə parçalanan bizik, cahillik demişəm, başarılı gedir. Demək olar ki, mən son 200 ildə Gürcüstan türklərinin bu qədər savadsız olduğunu, bu qədər geridə qaldığını mən görməmişəm, açıq deyirəm. Bütün günü işin peşəm elə tarixdə məşğul olmaqdır. Eramızdan əvvəl deməli, Aleksandr Makedonskinin Gürcüstana işğalından tutmuş o dövrdən bəri istəyir. Teymur Ləngin dövründə, Şah Abbas dövründə, Ağa Məhəmməd Şah Qacarın dövründə, Nadir Şahın dövrünü bir ətraflı oxuyuram və lazım olan nüansları oradan seçib çıxarıram və çalışıram, izah edəyəm ki, nə baş verir. Və həqiqətən də o da üzərində fikirləşmişəm ki, Gürcüstan türkləri uzun müddət sünni təriqətində olublar. Xüsusən Qarapapaqlar, Qıpçaq tayfaları şiə yox, sünni təriqətinə xidmət ediblər. Bəs nətər oldu bu qədər gəldi bu təriqət? Mən əlbəttə özüm də şiə sayılıram, belə desək. Bəs nətər oldu ki, gəldi, məsələn, İran dövləti şiə ideologiyası altında türkləri bu qədər parçalaya bildi, istəyinə nail oldu. Bunun əsas səbəblərdən biri ona qarşı hansısa da ideologiya olmamağından gedir Teymur bəy. Yəni, elə bilin ki, insan cəmiyyətə oxşar bir şeydir. Əgər insan, adam həkimə gedəndə həkim ona diaqnoz qoyur ki, hansı orqanında o xəstəlik var, ona qarşı antibiotiklərdən istifadə edir. Sadəcə olaraq, İran elə bilin ki, meydanda təkdir, istədiyi hoqqalardan çıxır, Hasmonlar rejimi, amma ona qarşı heç bir antibiotikdən istifadə edilmir, heç bir əks hərəkətlər olmur, hansısa da təşviqat işlər aparılmır, təbliğat işlər aparılmır. Bəli, Gürcüstanda olan türk məktəbləri artıq can verir, ölmək üzrədir. Mədəniyyətimiz, təhsilimiz artıq ölməyə yaxındır, açıq deyirəm sizə. Sürətlə savadsızlıq baş alıb gedir. Narkomaniya geniş yayılmışdır gənclərin arasında, yenə yayılıbdır. Bunun əsas günahkarı yenə deyirəm, bu şiəliyin beşiği olan İrandır. Farsmonlar rejiminin demək, əsas gəlir mənbələrindən biri narkotik olduğuna görə kimlərin ki, İranla əlaqələri, hansı kəndlərin İranla əlaqələri yaxşılaşır, gözəlləşirsə də müəyyən perioddan sonra həmin kəndlərdə bum halını alır, yəni kütləvi hal alır, narkotik və s. Sadəcə olaraq biz qalmışıq bir deməli ovut belə də ziyalı, milli qüvvələr, hələ ki dayanış göstərə bilən insanlar və biz bu yaxınlarda da bilirsiniz xəbərimiz var, Gürcüstan Azərbaycanların Ağsaqqalı Şurası deyilən bir yurt təşkilatını yaratdıq. Və yurt təşkilatını... Ona gələcək Fazil bəy. Bunu mən icazə verin, burada da bəzi bizim o dindarların bəzi fikirləri var. Onunla gələk, sonra o yurt təşkilatına gələcəyik. Çox belə önəmli addımlar atmışsınız. İcazə verin, bunu göstərin mən, yəni davam edək buradan. Kaş ki bu yaratdığımız təşkilatlar bunların qarşısında dura biləydi, bunların qarşısında deyil. Saakashvilinin də bu paylaşımı Gürcüstanda etnik Azərbaycanlıların İran səfirliyi önündə yayılan videolarından sonraya təsadüf eləyər. Sözügedən görüntülərdə bir qrup şəxs ABŞ-İsrail-İran müharibəsində ölən İranın ali dini lideri Əli Xameneyinin fotosunu əlində tutaraq başsağlığı diləyir, həmçinin videoda Gürcüstan şərəfdir, Pəhləvi bir şərəfdir və Ləbbeyk ya Xameney kimi şüarlar səsləndirilir. Birinci şüar İranda İslam inqilabının devirdiyi şah rejimi ilə bağlı idi. Sonuncu İran şahının oğlu Rıza Pəhləvi indi dini rejimə qarşı müxalif hərəkatın lideri olduğunu iddia eləyir. Bundan sonra sosial mediada yayılan videoya yönəlik fikirlər haçalanıb.
Həmin videoda olan şəxslərdən biri İmam Əli Xeyriyyə Fondunun rəhbəri Amil Xəlilov Marneuli radiosuna müsahibəsində bildirib ki, onların İslam İnqilabı Keşikçiləri Korpusu ilə heç bir əlaqəsi yoxdur. Məqsədimiz sadəcə olaraq başsağlığı vermək və mövqeyimizi bildirmək idi. Müxtəlif bölgələrdən insanlar gəlmişdi. Biz səfirliyə gedəndə başqa bir mənzərə ilə qarşılaşdıq. Çünki yayılan videolarda hər şey tam şəkildə göstərilməyib. Biz başsağlığı vermək üçün getmişdik. Lakin qarşı tərəfdən müəyyən təxribatlar oldu. İranın bəzi vətəndaşları orada yüksək səslə qışqırır və bizim dini liderimizin öldürülməsini alqışlayırdılar. Bu isə gəncləri emosional reaksiyalara sövq edirdi. Mən də orada vəziyyəti sakitləşdirmək üçün müəyyən şüarlar səsləndirdim. Burada deməli bir maraqlı məqam var. Deyir ki, orada bəzi İran vətəndaşları İran əleyhinə deməli şüarlar səsləndirirlər. Bizim dini lider, özdə bizim ora qarşıcamız yoxdur, İrana qarşıcamız yoxdur. Amma bizim liderimiz, yəni həm bu İranın lideridir, dini lideridir Xamenei, həm də bunlar deyə bizim ora əlaqəmiz yoxdur, amma deyə bizim liderin əleyhinə fəaliyyət göstərir. Bu amili deyəsən, amildir yoxsa nədir bu olanın adı? Siz tanıyırsınız deyəsən. Onun fikirlərinə də bir münasibət bildirək Fazil bəy. Valla Teymur bəy, o qədər cahil bir fikir söylüyor ki, ona qarşı nəsə fikir söyləməyin özü belə gülməli açanı. Deyirəm, o heç dediyinin fərqində deyil o nə deyir. Çünki əlində fotolar İranın səfirliyinin, İran İslam Respublikası səfirliyinin sərsinə daxil olub pilləkəndə belə, mən başa düşürəm, o səfirliyin ərazisi nədir? Yəni, orada pilləkənlər səfirliyin ayrı hissəsi deyil, onlar daxil olublar, səfirliyin ərazisi də olur. Bilirsiniz. Yəni, mən birinci dəfə görürəm belə başsağlığı vermək. Yəni, çox hadisələr olur ki, biz getmişik səfirliyə, başsağlığı vermişik, gül dəftəsi aparmışıq, orada dəftərdə qeyd edirik, tutaq ki, yanğımızı, belə şəhət olduğumuzu, bu baş verən hadisələr və s. Yoxsa ki, gedib başqa dövlətin liderinin fotolar əlində, səfirliyin daxilində belə bir fikir keçirməyin altına başsağlığı qoymaq çox belə dərdim ki, tutmur söhbət. İkincisi də ki, əgər bayırda hansısa da kimlərsə nəsə danışırdılarsa da çox ehtimal ki, onu kimlərsə çəkmiş olardı. Çünki orada yüzlərlə, minlərdən adam keçib, gedir, gəlir, onların özləri də onu çəkib göstərə bilər ki, nəsə hadisə olubdur. Yəni, bunun hamısı siz də gözəl bilirsiniz, Teymur bəy. Bəli, İran Fars Molla rejiminin xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş aksiya idi. Sadəcə olaraq güc göstərdilər Azərbaycana, Türkiyəyə və dünyaya göstərmək istəyir ki, yəni nətəri İranda, eləcə də Gürcüstanda, İraqda, Azərbaycanda, Türkiyə ərazisində, Livanda və hər yerdə demək olar ki, bizim tərəfdarlarımız var. Onlar da potensial təhlükə törədə bilərlər, sizin üçün lazım gəlsə və məqsəd bundan gedir. Yəni, Gürcüstan türkləri dünya super dövlətlərini qorxutmaq üçün istifadə olunan bir alətə çevrilmişdir. Artıq burada dindən söhbət gedə bilməz, təriqətdən söhbət gedə bilməz. Artıq bu həmin xarici dövlətlərin maraqlarına xidmət edən bir ovuc, açıq deyirəm, idarə olunan insanlardan gedir. Təşəkkür edirəm Fazil bəy. İcazə verin, burada davam edə başqalarının fikirləri də var burada. Onun davam edib, bundan sonra keçək. Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov da Azadlıq Radiosuna deyir ki, səfirlik önünə yığılan etnik Azərbaycanlıların tək məqsədi müqəddəs hesab etdikləri müharibədə ölən müştəhid və ailəsini yad etmək olub. Həmin paylaşımından 2 gün sonra keçmiş prezidentin Gürcüstanda İranla bağlı təhsil müəssisələrinin bağlanmasına çağırışı haqqında isə Əsədov deyir ki, Saakashvilinin dediyi tamamilə əsassızdır. Həmən o mədrəsə Saakashvilinin dövründə fəaliyyət göstərib və var idi və bu gün də davam edir. Yəni Gürcüstanda yeni deyil. Və vətən xaininin Azərbaycanlısı, Gürcüsü, Rusu, Ermənisi olmur. Xain xaindir. Özünün zamanında özü gedib həmən İran rəhbəri ilə zamanında prezident olanda görüşüb, oradan gedib Gürcülər yaşayan İsfahanda, Firodon şəhərdə olub. Həmən ruhani adamlarından oturub durur, İran dövlət ərkanından oturub. Yəni, pis idi o vaxt dedi. Bu gün indi həbsdədir, əlində səlahiyyət yoxdur. Bu hücumu deməklə gündəm yaradır. Əslində mövcud hakimiyyətə qınıyır. Mövcud hakimiyyətin səhifləri çoxdur. Biz də qınıyırıq, amma buradan bizim üstümüzdən sui-istifadə edib, həm də Azərbaycanı qataraq bir qarşılıqlı bir şey eləməklə öz aləmində xal tutmaq. Əsədov
Məsələ burasındadır ki, bax burada da yenə ziddiyyət təşkil edən məsələ budur ki, deyir ki, mövcud hakimiyyətin səhvləri çoxdur, biz də bunu qınayırıq. Amma qınayacaq, bax bu vaxta qədər bir dənə addım atıblarmı bu dindar deyilən bu şəxslər, Fazil bəy? Sizlər həmişə o aksiyaların önündə getmişsiniz, hər zaman da öz mövqeyiniz olub. Orada xüsusilə bizim bir çox Azərbaycanlarımızın, Azərbaycan türklərinin orada xüsusi mövqeləri var. Gedərlər, aksiyalarda iştirak edirlər, etirazlarını bildirərlər. Amma bir dəfə də olsun, bax bu İranda baş verən mühasirələrlə bağlı ki, yığışıblar səfirliyin qabağına, nə bilim mən, aksiyalar, özü də biraz çətinə düşəndə də bunu danırlar, boyunlarına atırlar, yox ona yığışmır, buna yığışmışdır. Bax, bu insanlar bir dəfə də olsun aksiyalara gəliblər, görürsün onları. Siz ki, güclərin müstəqilliyi uğrunda, nə bilim, demokratiya uğrunda, insan haqları uğrunda, Azərbaycanlıların problemləri uğrunda və ya da bu hakimiyyətin özləri dedikləri ki, bunların nöqsanları var. Onlar üçün bir dəfə də olsun meydanlara çıxıblarmı? Buyurun. Əlbəttə ki, yox, yenə deyirəm Teymur bəy, bunlar manqurtlaşmış, kosmopolit, deyərdim ki, böyük əksəriyyətli milli ruhu çoxdan ölmüş, milli düşüncəsi ölmüş insanlar qrupudur. Yenə deyirəm, bu şeyləri dərk eləmək üçün insan bir balaca təhsilli, savadlı olmalıdır. Bunlarda bu şey yoxdur. Bunlar siz baxmırsınız, din adamı kimi hərəkət edirlər, bunlar yığışıblar və o hansısa da elə bir ki, mənə bağışlayın, qapalı yerlərdə bunları elə bilin ki, mitinglərə zadə hazırlayırlar, çevrilişə hazırlayan qüvvələrə oxşayır. Mən onlarda heç bir möminlik görmürəm. Siz orada möminə oxşar və yaxud İslam adətlərinə uyğun bir hərəkət görürsünüz olan hərəkətlərində. Bu sırf siyasi deməli elədikləri, sırf siyasi hərəkətlərdə olan elədiyi buna deyək ki, miting deyək, aksiya deyək, bu o deməkdir. Qaldı ki, bunlar əlbəttə heç vaxt özlərinə türk demirlər. Bunlara türk deyəndə bunlar çox inciyirlər həddindən, artıq hətta türkü söyürlər də. Nə deyirlər özlərinə, bəs musulman deyirlər? Açıq-açıq söyürlər, yəqin fikir verirsində bunların o bəziləri var, o artıq nəinki milli hiss ölmüş, insani hissləri ölmüş belə ölü canları var. Çıxırlar, görürsən ki, başlayırlar türk millətini söyməyə. Yəni o qədər həyasızlaşıb qudurublar bəziləri ki, baxırsan ki, hətta türkləri söyməyə başlayıblar. Yəni bu insanların Yəni Fazil bəy, elə İranda da bu Fars rejimi türkləri assimilyasiya eləməklə məşğuldur, onları yox eləməklə məşğuldur. Bizim dinlə bir işimiz yoxdur, din dilimizdir, necə deyərlər, dinlə bağlı bizim hər bir millətin özünün dini var. Dinlərə də hər kəs özü saygı ilə yanaşır. Məsələn, bizim türklərə xristiyan da var, müsəlman da var, bu hər şey normal qaydadır. Amma bunların gedib casusluq fəaliyyət göstərməsi, Gürcistan dövləti mənafeinin əleyhinə olaraq, türk millətinin əleyhinə olaraq gedib bax, bu nə bilim mən Xameynilərə xidmət eləməsi və belə bölücülük aparması, millət məsələn, bu Sepah məsələsində Azərbaycanda çox hadisələr olur. Bir də olsun bu dindarlar Azərbaycan üçün yığışıblarmı hər hansı bir idarənin qabağına? Bir dəfə də olsun Azərbaycan səfirinin qabağına gedib bir xoş münasibət bəsləyiblərmi? Qarabağda belə qələbə oldular məndən. Gəlib Azərbaycanlılar, gəlib o türklər. Gəliblər, bəli, birgə həmrəylik göstəriblər. Amma bu dindarlar bir dəfə də olsun gəlməyiblər və siz çox doğru deyirsiniz. Özləri türk olduğu halda türkçülük əleyhinə fəaliyyət göstərirlər. Bax, bu faciədir. Dəhşətli məsələ budur. Elə Xamneyi də elədi də, Xamneyi də yüzdən türkçə danışır, amma türkçülər əleyhinə fəaliyyət göstərir. Cəmaət elə bir ki, doğrudan Xamneyi də mən türk olub, mən onun indiki oğlu da. Bunlar türkün ən böyük düşmənləridirlər və türkün özündən də sapı özümüzdə olan baltalar məsələsi. Türkün özündən də belə şəxsləri tapırlar. Orada, burada cahillik. Bunların hamısının sifətdən cahillik yağır, başqa bir şey deyil. Cahillik. Orada yarım milyona yaxın türk yaşayır. Yarım milyon qədər türkün içərisindən bu cahilləri seçirlər, gəlin buyurun. Öz əleyhinizə, xalqınızın əleyhinə, elə ona görə Saakashvili bugün nə deyir? Deyir ki, bunları buradan qovmaq lazım. Bunlar deyəndə kimdir? Ağına boza baxmadan bizdə türkləri qovmaq məsələsidir. Başqa bir məsələ deyil ki. Orada baxmayacaq görürsən, xalqını sevirsən. Buyurun. Siz yəqin deyirsiniz, burada baş verən prosesləri, meydanları bunlara veriblər. Çıxışları bunlar eləyirlər. Nə bilim, il boyu müxtəlif belə kampaniyalar, yemək içməkləri bunlar təşkil edir. 3 gün əvvəl də Gürcistanın baş naziri yenə bunlara məclis açmışdı, iftar məclisi və s. Heç kəs yallar da nə görüşmək istəmir, nə söhbət eləmək istəyir. Bunları irəli buraxıblar ki, bizim millətin Allah qoymasa dırnaq içində aparıcı qüvvəmiz, mən deyirəm,
dırnaq içində dindoş deyirəm də, yəni bəy biləsən, burada əlbəttə müsəlman İslam dinindən şikayətçilikdən heç bir söhbət gedə bilməz. Burada nə şikayətçilik var, nə din var, nə möminlik var, heç zat yoxdur. Burada sırf yenə deyirəm, xarici xüsusi xidmət orqanlarının təşkil etdiyi kampaniya, aksiyadan söhbət gedir. Din müqəddəsdir, əlbəttə Quran kitabı həmişə bizim kitabımızın üstündədir. Sevə-sevə oxuyuruq və dərindən də bilirik İslam dini nə deməkdir, nə qədər möhtəşəm. Burada heç bir dindən söhbət gedə bilməz. Sadəcə olaraq Kürdistan hakimiyyəti də, elə də o birlər də hamısı bunları irəli çəkib, bunları stolların başında oturtmaq da masalarını göstərmək istəyir ki, bizim şəhərimizdə aparıcı qüvvə bulardır. Bizim baş bilənlərimiz, yol göstərənlərimiz bulardır. Heç xalqdan soruşmurlar yallardan ki, siz bunların haqqında nə düşünürsünüz? Bilmir ki, biz onlara cahil kimi baxırıq. Bilirsiniz, yəni dünyadan bir xəbər kimi. Mən onların lap başçılarının, belə Gürcistanın şeyxini neçə dəfə televiziya debata çağırmışam ki, gəl otur 5 dəqiqə, 10 dəqiqə söhbət edir. O qorxusundan gəlmir. Ona görə ki, o qədər cahildir ki o adam. O deyir ki, mən, hələ bunların baş şeyxi deyir ki, mən fars dili yarısını bilirəm, yarımçıq, ərəb dili yarımçıq bilirəm deyir. Ərəbistanda da universitet qutarmışam. Deyirəm, evin tiksin sən, bu yarımçıq şeydən, sən bu universitetlər nə tərif tutarsan, nə tərif tutarsan, hamısı bütün yarımçıq. Yəni, bunlar heç nə fars dili bilir, nə ömründə bir dəfə Quran oxuyublar, nə Quran kitabı oxuyub başa düşmürlər. Sadəcə olaraq şirmadalar, mənə bağışlayın da, tutaq ki, Amerika Birləşmiş Ştatları və yaxud da Avropanın hansı dövlətləri demokratiya adı altında hansı dövlətləri işğal eləmək istəyəndə, başqa dövlətləri müstəmləkə, yəni müstəmləkə halına salmaq istəyəndə demokratiya adından istifadə edən kimi, indi Fars Molla rejimi də İslam dini və şiəçilik adı altında özünün Gürcistanda olan çirkin əməllərini həyata keçir, çox ağıldan, kamaldan. Sadəcə olaraq, onların neçə televiziyalar var bəy, neçə saytları var. Bunu uşaq deyilik də, bunu hamı bilir ki, mən bilirəm ki, bunu... O maraqlı bir məqama toxundunuz bəy. Niyə Gürcistan rəhbərliyi bunlarla görüşür? Azərbaycan orada olan bizim türk ziyalarla niyə görüşmür? Və ya da başqa bir kəslə niyə görüşür? Çünki millət görsün ki, bizim elə olanımız budur da, bu savadsız dindarlarlar. Savadsız özlər. Savadlı dindarlar ola bilər də, savadlı mı? Yoxdur mu o Gürcistanda o qədər məsələn? Mən sizdə yəni bir siyasətçi kimi interpretasiya edirəm. Məsələn, baxın. İndiki Gürcistandakı mövcud hakimiyyət ömrü boyu hakimiyyətdə olası deyil ki. Bu istər-istəməz hakimiyyətdən gedəsidir və müxalifət hakimiyyətə gələsidir. Müxalifət kimdir? Büyük aparıcı müxalifət Mikhail Saakashvilinin partiyası və onun ətrafında olan qərb yönümlü partiyalar. Onların da hamısı bir nəfər kimi, onların liderləri sizdə dedilər ki, bu artıq din deyil, bunun dinlə heç bir əlaqəsi yoxdur. Bu hamısını mən dediyim kimi dedilər onlar və bu xarici xüsusi xidmət orqanlarının Gürcistan ərazisində vermovka elədiyi toplumdur. Bilirsiniz, hansı ki, Gürcistan dövlətçiliyinə və Gürcistanın beynəlxalq mövqeyinə zərbə vuran qorxulu bir qüvvələrdir. İndi bir şey onu unutmuyor, xahiş edirəm. Bax, Hüseyin Aşıqı burada yazır ki, Allah İranı qorusun, Allah İranladır. İndi bax, buna bir dənə deyəsən burada ki, qardaşım, Allah İranı qorusun, amma Allah fars şovinizmini məhv eləsin. Burada yazsın görə Hüseyin Aşıqı, yaz görə mənim bu sualıma nə cavab verirsən sən. Mən də deyirəm, Allah İranı qorusun, İrandakı olan fars şovinizmini Allah məhv eləsin. Yaz görə nə cavab verirsən, qardaşım? Ay Teymur bəy, siz vaxtınızı sərf eləməyin, mən onları saatlarla izah edirəm. Gürcistan sülh müqaviləsi, Türkmənistan sülh müqaviləsi, Azərbaycanın işə parçalanması, Səttarxanın hərəkatı, 50 min, 100 min, 200 min türk qılıçdan keçirmək, Fars Molla rejiminin ana dilində oxumağa qoymurlar bizi. Tutaq ki, məsələn, adicə türk dil adını özlərinə götürməyə, hamısını onlar bilirlər. Mesela deyirəm, bunlar manqurtlaşmış, kosmopolit, milli ölmüş sadəcə canlılardır. Bunlar da yoxdur, açıq deyirəm sizə. Bunlar nə müsəlmandır, nə türkdür. Bunlar artıq insaniyə xas olan o xüsusiyyətləri itirmiş bir obrazdalar belə deyək. Bunlardan danışmaq qeyri-mümkündür.
Açıq deyirəm sizə. Əgər onlar əlbəttə İranda yaşayan Təbrizlilərə can qurban, Xoydu, Urmiyadır, Mərəddir, Kərəcdir, hər yerdə bizim dostlarımız var, qardaşlarımız var. İran deyəndə İran ərazisində 50 milyona qədər bizim türk qardaşlarımız var ki, hər dəqiqə izləyirəm ki, mən görüm onlara qarşı Amerika Birləşmiş Ştatları və yaxud İsrail hansısa silahla istifadə eləsə, o dəqiqə mən etirazda qaldıracağam Gürcistan türklərin hamısını. Həm Amerika, həm İsrailə qarşı cənubda yaşayan türklər qardaşlarımıza qarşı əhaliyə, dinc əhaliyə qarşı nəsə silah istifadə olunsa, qanun pozuntusu olsa, əlbəttə biz ayağa qalxıb etirazımızı bildirəcəyik. Burada söhbət ondan getmir. Sadəcə olaraq yenə deyirəm, bu insanlar sadəcə olaraq milli ruhu ölmüş, manqurtlaşmış, öz milli maraqlarına yox, öz civlərinə müəyyən pul müqabilində və yaxud o kompromatları qarşısında aciz qalıb, xarici xüsusi xidmət orqanlarına xidmət edən insanlardan söhbət gedir. Və sizin efendimizin vasitəsilə deyirəm, əgər bunların içərisində bir ağıllı bir adam varsa da, çıxsın, gəlsin Gürcistanın istənilən efirlərində çıxaq debata söhbət elək. Mən sübut edim ki, bunların ham cahildir. Bunların ən ağıllısına bir sual verdim də bununla bağlı ki, ay filan kəs, bəs şeydə, mən deyirəm ki, İranı hamımız sevirik, bizim vətəndaşlarımız var orada, soydaşlarımız var, siz demişsiniz 50 milyonumuz var orada. Amma mən deyirəm ki, var olsun İran, məhv olsun, necə deyirəm, fars şovinizmi. Bir dənə cavab yaza bilmir. Qoca get, mən kimə xidmət, Cuhuda xidmət elə. Cuhud məsələn, sən get Farsa xidmət elə. Mən Cuhuda xidmət eləmədim, özüm bilirəm. Amma sən burada yazılarını Farsa xidmət edirsən. Nəysə, hadi mən bunu davam edək, xahiş edirəm. Burada bir bəzi məqamlar var, bunlar da bir neçəyə qaldı. Yəni, fikrimi tamamlayayım mən Teymur bəy. Baxın, Gürcistanda müxalifət hakimiyyətə gəldiyi məqamda baş verilmələr baş verəcək. Siz demişkən, minlərdən artıq sayı gəlir, bunların günü-gündən artır. Minlərdən bu xüsusi xidmət orqanlarına əlaqəsi olan insanlar Gürcistan xüsusi xidmət orqanları tərəfindən müəyyən edilir, fiksirvat olunur, fotoları, şəkilləri, video görüntüləri, onların İrana getməyi, İranda müəyyən işlər görməyi və s. Bunun hamısı fiksirvat olunur Gürcistan xüsusi xidmət orqanları tərəfindən. Bəs yaxşı, müxalifət hakimiyyətə gəldiyi təqdirdə bu deyək ki, cahillərin axırı nə olacaq? Və belə çıxır ki, Gürcistanda bilirsiniz nətərdir bu dəqiqənin özündə. Qorxulu cinayətkarlar həbsxanada öz deməli, onları kəsilmiş işi bitirəndən sonra, vaxtı tamam olub bayıra çıxandan sonra onların çoxsunu Gürcistandan çıxardırlar. Baxmayaraq ki, Gürcistan vətəndaşı Teymur bəy, bilirsin. Yəni, o bilirlər ki, müəyyən güc strukturları bilirlər ki, bu potensiallı cinayətkardır və təkrar Gürcistanda cinayət törədə bilər və cinayət sistemini təkrar bərpa edə bilər və s. Bu təhlükə olmasın deyin, onların çoxsunu Gürcistandan çıxardırlar. Müəyyən metodlardan, yollardan o adamları qırağa çıxartmaq və yaxud ola qırağa çıxsa Gürcistana buraxmamaq şansı çox yuxarıdır, bilirsiniz mi? Ona görə də mən də deyirəm, müraciət edirəm, başa salıram ki, bədbəxtə, bilirsiniz, siz törətdiyiniz hadisələr yalnız özünüz üçün, ailəniz üçün, ətrafınız üçün yox, həm də Gürcistanda yaşayan türklər toplum üçün birinci dünyanın gözündən salırsınız. Bizi belə də fanatik, xurafatda qalmış, geridə qalmış bir toplum kimi tanıdırsınız. Həm də bir vətəndaş kimi bizə maksimum təhlükə deməli yaradırsınız. Bilirsiniz, etibarsızlıq yaradırsınız. Və bunu da Avropada hamı bilir, yavaş-yavaş ki, Gürcistan türklərindən Farsmollar rejimi Avropa ərazisində casusluqda istifadə edir. Yaxın günlərdə yəqin eşidərdiniz, casusluq deməli, casusluq elədiyinə görə bir nəfər Gürcistan vətəndaşı İranın xeyrinə casusluq elədiyinə görə Yunanistan ərazisində həbs olunur. Və bunu da bütün dünya eşitdi, bunu dünya bildi və belə Fazil bəy, həm də baxın, indi azsaylı xalqlar, yəni digər xalqların deməli müdafiəsinin, hüquqların müdafiəsi ilə bağlı öhdəçiliyi var da Gürcistanın başqa yerlərdə. Yəni Avropa Şurasında, Avropa Birliyində və yaxud da beynəlxalq təşkilatlarda öhdəçiliyi var ki, bəs orada olan digər xalqların hüquqları qorunmalıdır. Və belə məqamda bunların bu hərəkətlər eləməsi, İrana bağlı olması və göstərəcəklər yenə də həmən o Azərbaycanlılar, türkləri sevməyən, Gürcistan rəhbərində olan oturan şəxslər deyəcəklər, bu deyib, baxın, bunlar hamısı İrana xidmət edirlər, bu deyib, baxın, İran səfirliyinin qabağında həmin videoları göstərəcək, həmin o casusu oradan tutulan casusu göstərəcək, baxın, biz bunları necə müdafiə edirik, biz məcburuq bunları
məsələn, əzək, sıxışdıraq, nə bilim mən həbs eləyə, neynəyə, bunlara qarşı ölçü götürək. O necə deyirlər? Deyir ki, qurun oldu da yaş da yanacaq burada. Yəni bizim siz deyən kimi... Yanır da, yanacaq, yox, yanır da. Bəy, artıq bizim bir deməli, baş nazirin artıq bu dindarlardan oturtturmağı, dindarlara geniş meydan verilmək və s. artıq gün bizi yandırır. Yəni, bu fonda bizim məktəblərimiz ölür, mədəniyyətimiz ölür, incəsənətimiz ölür, tariximiz ölür, ziyalılarımız bütün ümidsizliyə qapanır. Artıq yeni deməli gəncliyimiz çalışır elmə, təhsilə ümidlidir ki, o vasitəsilə nəsə eləyəcək. Siz demişsiniz, artıq bunların haqqında ictimai rəy mənfi formalaşır və bir millət ki, bizim haqqımızda hamımız İranın agenturası kimi belə bir yanlış da olsa ictimai rəy formalaşır. Bu çox qorxuludur əlbəttə. Çox böyük əfsuslar olsun ki, yenə deyirəm, Azərbaycan və Türkiyə Gürcüstandakı rəsmi və qeyri-rəsmi nümayəndəlikləri bu işlə əlaqəli bizə heç bir dəstək vermədilər, özləri heç bir iş görmədilər. Burada bütün Ulu Tanrı'nın umuduna bıraktılar hər şeyi və təsəvvür edin bunlara qarşı orada nə 50 nəfər, 60 nəfər tutaq ki, fanat varsa da, halbuki Türk eşqindən yaşayan, Türk düşüncəli, milli ruha qadir olan insanlarımız, Gürcüstanı sevən, Gürcüstanın belə də patriotları olan insanlarımız yüz minlərdəndir. Biz daha, məsəl üçün, tutaq ki, ağıllı, kamallı, gözəl tədbirlər keçirərdik və intellektual potensialımızı göstərərdik. Amma bunun üçün bizim üçün heç bir şərait yoxdur. Bütün hamı bilir, bu yan Gürcüstanda balaca da uşaq da bilir ki, bizdə böyük şübhələr var ki, İran Fars Mollaları rejiminin agentura deməli şəbəkəsinin mərkəzi olanlıqdır. Mən otduğum yer, Tiflis şəhərinin bir hissəsi. Və buradan idarə olunur. Bütün Marniuli'də, Qardabani'də hər yer buradan idarə olunur. Amma indi o şəbəkənin üzvlərinin kim olduğunu bu artıq biz şübhələnə bilərik. Amma bunu müəyyən edən orqanlar bununla məşğul olmalıdırlar. Açıq deyirəm, 7000-dən çox İran Fars Molla rejiminin Gürcüstanda qeydiyyatdan keçən şirkəti var bəy. Onların bəlkə də 100-ə yaxın televiziyaları, internet televiziyaları, saytları, nələri yoxdur da açıq deyirəm, hər bir imkanları var və biz tərəfində qarşı tərəfin imkanları sıfıra bərabərdir. Yəni bizim nə bir televiziyamız var, nə bir saytımız var normal, nə maliyyələşən bir təşkilatımız var, bunlara qarşı duraq. Biz də sadəcə olaraq daxilən milli deməli qüvvələr, patriotik Gürcüstanı sevən qüvvələr sadəcə olaraq sizin efirlər vasitəsindən öz etirazımızı bildirməkdən və yaxud müəyyən hadisələrə hüquqi, siyasi qiymət verməkdən müəyyən hərəkətləri açıb ortaya qoymaqla bununla öz işimizi bitmiş hesab edirik. Başqa nə edə bilərik? Başqa... Yəni İran oradan Ermənistan vasitəsilə, heç Azərbaycan vasitəsilə deyil, Ermənistan vasitəsilə basa-basa gəlir, orada türkləri öz maraqlarına xidmət elətdirə bilir. Amma buradan bura Azərbaycan, oradan Türkiyə tam sərhədlərdirlər. Yəni bu tərəf Azərbaycan öz millətə sahib çıxmayıb, onları Türkiyə, İranın ağuşuna verir. Belə çıxır da, yəni bu şəkildə. Əlbəttə elədir və açıq deyirəm də, mən yenə deyirəm, bu da mənim bu yazdığım kitab ki var, Qıpçaq Abşeretto sistemində soğanlı tarixi. Yeganə kitabdır ki, 3000 illik tariximizi sübut edirəm, soğanlıq mən otduğum yeri, Qıpçaq Əfşar tayfalarının arxiv sənədləri əsasında göstərilir. Bilirsiniz, nə təlidir? Millət öz milli keçmişini bilməyəndə, milli kimliyini bilməyəndə, onda milli bu necə aşılanır? Biz bu anadan olanda şu vaxtı laylalardan aşılanır bizə milli ruh, vətənpərvərlik hissi, sonra bağça olur, məktəb olur və s. İndi nə layla qaldı, nə hissinə, nə aşıq var, açıq deyirəm da. Bunlar elə uşaq vaxtından bunlara qarıncı indirlər, aparırlar, salırlar məscidə, eşitdikləri elə qışqırıq, özlərini döyülmə və s. Bu ruhda böyüdürlər hamısı. Artıq bunların nə məktəb var, normal təhsil verən məktəb qalmayıb Gürcüstanda, artıq sıfır vəziyyətindədir, yox vəziyyətindədir. Təhsilimiz artıq ölmüş vəziyyətdədir. Amma bütün kəndlərin hamısında belə bu qrup şəklində bu dindarların məktəbləri var. Bütün borçalı olan bütün kəndlərin hamısında orada-burada belə həftə bir dəfə, iki dəfə, üç dəfə də olsa məktəbləri var. İndi onu mən icazə verim, bunu da davam edək Fazil bəy, sonra ona da qayıdacağıq, zəhmət olmasa.
Dövlətə xəyanət edənlər arasında nə vaxtsa etnik azərbaycanlıların olması halını istisna etmədiyini deyir. Lakin əlavə eləyir ki, bunu sanki kütləvi hal kimi dəyərləndirmək, bütün etnik azərbaycanlıları belə ittihamla üzbəüz qoymaq doğru deyil. Böyük Britaniyanın Birmingham Universitetində fəlsəfə doktoru namizədi, siyasi şərhçi Aleksandr Kvaxadze Azadlıq Radiosuna bildirir ki, Gürcüstanın azərbaycanlı əhalisi arasında İran təsirinin mövcudluğunu heç kim inkar etməməlidir. Gürcüstan azərbaycanlılarının 60% şiə hesab olunur. SSR-nin dağılmasından sonra Gürcüstan və Azərbaycan da oxşar proseslərdən keçdi. Yaxın Şərqdən müxtəlif müsəlman aktorlar yerli müsəlman icmalar arasında mövqe tutmağa başladılar. Dini ideyaları yaydılar və dini və siyasi təşkilatlarla əlaqə imkanları təqdim etdilər. Sonradan İran dini dairələri bu yeni siyasi imkanlardan yararlanmağa çalışdı. Onların fəaliyyəti arasında şiə təbliğatçılarının gəlişi və yerli gənclər üçün təqaüd proqramları kimi təşəbbüslər yer alırdı. Zaman keçdikcə Gürcüstanda bir sıra qeyri-rəsmi şiə təşkilatları ortaya çıxdı və İranla fərqli səviyyələrdə əlaqə saxladılar. Azərbaycanla müqayisədə bu qruplar Gürcüstanda daha az məhdudiyyətlərlə üzləşdilər və ölkənin azərbaycanlı icmasının nisbətən böyük segmentində təsir qazandılar. Lakin bu proseslər yeni deyil. Onlar bir neçə 10 illik ərzində baş verib. O cümlədən Şvartnadze, Mikhail Saakashvili və Gürcü Arusu dövrlərini əhatə eləyir. Kvaxadze xarici aktorların Gürcüstan vətəndaşlarını geosiyasi məqsədlərlə istifadəsi riskinin həmişə mövcud olduğunu deyir. Xüsusən də vizasız Avropaya səyahət etmə imkanı olan etnik azərbaycanlıların kəşfiyyat məqsədli fəaliyyətdə istifadəsindən narahatlığını dilə gətirən Aleksandr Kvaxadze xatırladır ki, Kiprdə də belə bir hal yaşanmışdı. Xatırladaq ki, təxminən 10 gün öncə Yunanistanda İrana casusluq ittihamı ilə bir etnik azərbaycanlı saxlanılıb. Ötən yayda eyni yerdə 26 yaşlı azərbaycanlı casusluq şübhəsinə saxlanılıb. Hər ikisinin gəmilərin hərəkətini izlədiyi, İran xeyrinə kəşfiyyatda olduğu iddia edilir. Həmin şəxslərin ittihamlara münasibəti bəlli deyil. Buna baxmayaraq siyasi şərhçi Aleksandr Kvaxadze sabiq prezidentin də bu fondakı bəyanatlarını doğru saymır və bildirir ki, eks-prezident həbsdə olarkən etnik azlıqlar arasında baş verən proseslər barədə etibarlı məlumata malik olmaya bilər. Səfiri yönündə şüar səsləndirən Amil Xəlilov, Saakashvili və digərlərinin siyasi dəyərləndirmə etdiyi bu aktın siyasi olmadığını, dini inanca bağlı olduğunu bəyan edib. Gürcüstandan olan etnik azərbaycanlı fəal Rabil İsmail isə düşünür ki, səsləndirilən şüarlar siyasidir və akt səfirliyin maraqlarına xidmət edir. Orada belə bir məqam var, bunu təəssüf ki, Gürcü cəmiyyəti görmədi, yəni də bu siyasilər görə bilmədi. Yəni bir insan kim ki, orada şüarlar səsləndirir, İrana dəstək şüarlarını, videoda görünür ki, İran səfiri yaxınlaşır, qulağına bir şey pıçıldayır. Və ondan sonra o insan daha yüksək səslə başlayır. Baxın, çox önəmli məqamda Fazil bəy deyir ki, orada deyir bir insan ki, İrana dəstək şüarları səsləndirir, videoda görünür ki, İran səfiri ona yaxınlaşır, qulağına nəsə pıçıldayır, bundan sonra o adam nə edir? Qışqırmağa şüarları. Demək ki, burada həqiqətən də bir təsir var. Görünür ki, bu İranın təsirləri var və İran siyasətini dəstəkləyən tədbirlər həyata keçirilir və bu təbii ki, İran siyasətini dəstəkləmək deməkdir. İran səfirliyinin qarşısında artıq bir neçə həftədir ki, aktiv olaraq İranlılar, İrandan gəlmə insanlar, farslar var, Azərbaycanlılar var və başqa qrup insan, etnik kimlik daşıyan insanlar var, amma İranlı. Onlar etiraz aksiyası keçirir və İran rejiminə qarşı fikirlər bildirirlər, şüarlar səsləndirirlər. Rabil İsmail öz icmasına etnik azərbaycanlılara nəinki İranın, heç bir dövlətin təsirini xoş qarşılamadığını deyir. O düşünür ki, bu təsirlər vətəndaşları bölmək məqsədi daşıyır və nəticədə inkişafdan geri qalmağa gətirib çıxarır. Tamamilə doğrudur. Bax, biz də bunu deyirik. Bax, biz də eyni bu söz deyirik bizlər. Bəli, belə dəyərli Fazil bəy, bu ziyalı kəsim, ağıllı kəsim, göz açıq kəsim orada olan təhlükəni görür. Amma o təhlükənin içində olan, özləri bu təhlükəni yaradan insanlar isə təsir onlar da bizdən, onlar görmürlər. Yəni bizim eyni millətləri, onlar bunu görmürlər. Buyurun Fazil bəy, buna bir də yurt təşkilatından bağlı buyurun. Yurt təşkilatından öncə fikir söyləmək. Mən istəyərdim bu sizin göstərdiyiniz bu fragmentlərə bir fikir bildirəm. Siz bilirsiniz ki, Mahsat dünyanın deməli ən təhlükəli belə də xüsusi xidmət orqanlarından biridir.
Siz nə düşünürsünüz Teymur bəy? Bu qədər 50 nəfər, 100 nəfər sayını da bilmir. Kütləvi surətdə kəndlərdən gələn uşaqlar İranın ərazisinə, səfirliyin ərazisinə kim buraxardı? Bəlkə onlar nəsə yüzümə eləyib səfirza kilo götürürdülər, bəlkə orayı dağıdırdılar, nəsə partlayışlar da olurdu. Onlar əgər bu qədər adam ora çox ürəkdən buraxırsa da, yaxınlaşıb qulağına pısıldayırsa, qucaqlayırsa, eləyirsə, deməli bu adamlar artıq sınaqdan keçmiş adamlardır, özünü yoxlanılmış adamlardır. Hansı dindən, hansı şəxsilikdən və ya İslamdan söhbət gedə bilər. Bunu gərək primitiv, açıq deyirəm, uşaq bağçası səviyyəsində ağlı olan insanlar da bunu artıq başa düşür ki, bu bir, nətər demək olar, o qədər səviyyəsiz hazırlanmış şeylərdir ki, ağırlı adamlar belə şeylərə baxanda gülürlər. Çünki əşriflik verir bunun hamısı. Yəni, burada İrana da dəstək deyil, nəyə görədir? Çünki İrana dəstək vermək fikirlər olsaydı, Farsmolla rejimdə, səfirliyin ərazisinə gedib qışqırmaqdan sonra məscidin ərazisinə bir 1000 adam, 2000 adam yığsaydı daha çox görünərdi. Mən belə başa düşürəm, bunlar adam yığanmayıb, elə yığdıqları o adamlardır. Kaş elə olsun. Kaş elə onlar elə o qədər olsun. Yox, mən həqiqətən deyirəm, onlar çox adam yığa bilməyiblər. Mən ona görə bir yolu seçiblər, açıq deyirəm. Nə fərqi var idi? İran səfirliyinin ərazisinə soxulub orada qışqırmaq mı, yoxsa 50-60 nəfərdən, yoxsa o eləyirlər, Marniol küçələrində birdən 1000, 2000, 3000, 4000 nəfərlik. Belə keçsələr daha da belə möhtəşəm olmaz da, bu niyə belə elədir? Rejim əleyhinə aksiyalarda oldu mu Tiflisdə? Yəni bu rejimin əleyhinə, bunlar məsələn rejimin müdafiə aksiyasıdır, səfirlik özü təşkil edib. Amma rejim əleyhinə də oldu mu aksiyalar orada? İran rejimi əleyhinə. Rejimin əleyhinə aksiya kim təşkil eləməlidir? Özümüzə təşkil olunmalıdır, bu maliyyə dəstəyi lazımdır, burada xərclər var. O qədər adamın hesablayın, nə qədər adam gəlir Tiflisdən, onların hər birinə ən azından 100 doların xərci var. Yəni, bilirsiniz, yəni, bu çox şey pul həll edir. İndi tutaq ki, mənlə Farsmolla rejimi etiraz eləsək də, 1000 nəfər yığın, 1000 nəfəri yığmaq üçün gələ 10 min, 20 min dollar pul xərcləyəsən ki, bu adamları maşından aparasan, orada duranla eləyəndə müvəqqəti heç olmaz bir buterbrod, yemək, sat nəsə verəsən, bunun hamısı xərclərdir. Yəni, amma bunu İran səfiri eləyirmi? Əlbəttə eləyir, olan hamısı xurma, şokolad, çay, armatur, pitum, yanacaq, ürək nə istəyir, elə-belə qışqırmır ki, bək o qışqırdan barak var, o yoxsa məni də bağışda, nə oldu? Bizim cavan uşaqlar o qədər, məni bağışlayın, Türklərin ki, olmaz, o qədər abdaldır, durduğu yerdə qışqırır. Onun qışqırdan şeylər var, anlat olan şeylər var, onlar ona qışqırırlar, ona ağlayırlar, onlar orada yığılıb, ruhani lider ağlamırlar. Onlar öz gününü ağlayır. Bizim axırımız nə olacaq? Onu ağlayırlar. Fazil bəy, axırı nə olacaq bunların? Xamneyi öldü. İndi oğlu yəqin ki, bunları məhv eləyənə qədər vuracaqlar. Və bugün onu da xatırladım ki, bayaq deməli Türkiyə kanalları deyirlər. Tehran artıq nəfəs alınmaz bir yerə çevrilir. Tehran o boyda 18 milyonluq bir şəhər, ərazisi çox böyük. Artıq o bomba atımlarından nəfəs almaz bir şeyə düşüb ki, o qədər düşdü, duman, nəmmənlə artıq ham oranı tərk edir. Və belə bir məqamda İsrailin də, Amerikanın da qarşısına qoyduğu məqsəd budur ki, oranın rəhbərliyini və sepahı tam olaraq məhv edəcəklər. Onlar məhv olandan sonra yəqin rejim dəyişəcək. Rejim dəyişəndən sonra bu Gürcüstanda olan bizim el oğullarımızın axırı nə olacaq, ay Fazil bəy? Bunlar el oğullar deyil, bəy, el oğlu başqanlaşdı. Yox, hər halda. Bunlar distributorlardır. Bunlar Farsmolla rejim distributorlardır. Yəni, bunların şiəsiliyi, bunlardan beraber öləcək. Bunların İslam, bunlardan beraber öləcək. Və yeni şiəlik və yeni İslam düzəlməyə başlayacaq. Artıq, əgər İranda həqiqidir, progressiv, belə də tərəqqi demokratik qüvvələr hakimiyyətə gəlsə, artıq Gürcüstana narkotik göndərməsələr, bu, məni də bağışlayıb, harınlaşmış, dünyadan bir xəbər, bəzi fanatlar, casuslukla məşğul olan Kiperdə gedib gəmiləri çəkən fond, nə bilim, bu işlərə baxanları dəstək verməsələr, bunların hamısı öz ideologiyasına beraber ölüm məhv olub gedəcək, qaçıb gedəcəklər. Amma deyirlər da, deyirlər, biz elə bir tərəfə gələcəklər, Avropa pomidor yığmağa gələcəklər, paniklərdə çalışmaya, cücə fabrikində. Bunlar o qədər həyasızdır, bunlar istənilən vaxt, məni bağışlayın, o xamilon belə heyvanı var, o hansı şəraitə düşürsə də o rəngi alır, ha.
Bunlar axtarıb öz təzə rəhbərlərini tapacaqlar, təzə rəislərini tapacaqlar, kiməsə xidmət eləmək üçün yollarını axtarıb tapacaqlar. Bu belə. Yəni ki, bu süni surətdə bizə sırınmış təriqətdir, bu süni surətdə sırınmış dindir. Bizim öz İslam dinimiz, öz şiəçiliyimiz, öz sünniliyimiz başqa bir anlayışdır, başqa bir şeydir. Bunların o dinlə, imanla heç bir əlaqəsi olmayan adamlardır. O qışqıranda siz, heç onda siz o müminlik görürsünüzmü? Müminin sifətinə nur tökülür, bunların sifətinə zəhrimar tökülür, mənə bağışlayın bu. Elə onun əlinə bir də pulemyot avtomat versən artıq o killərə çəyib. Bunların heç birində açıq deyirəm, normal şeylər yoxdur. Qaldı, deməli, Teymur bəy, biz Gürcistanda yaşayan elita, ziyalılar, Türk elitası artıq belə bir qərara gəldik ki, yaşayış durumu Gürcistan türklərinin həddindən artıq pisləşir. Biz 200 il ərzində, son 200 ildə bu qədər geridə qalmamışdıq, bu qədər təhsilimiz, mədəniyyətimiz, elmimiz, incə sənətimiz ölməmişdik. Artıq hamısı, demək olar, adını sadaladığım sahələrin hamısı sürətlə məhvə doğru gedir. Əfsuslar olsun ki, lazım olan təşkilatlar kimsə bizə dəstək verməli idi. Bizim ana dilinin qorunub saxlanması istiqamətində, adət-ənənələrimizin qorunub saxlanmasında, müqəddəs İslam dinimizin, müqəddəs təriqətlərimizin saxlanması istiqamətində nələrsə iş görməli idi. Heç bir iş görülmədi. Əksinə olaraq öz dinimizdən, öz təriqətlərimizdən, öz gəncliyimizdən hasımdan ki, biz gələcəyi qurmalıydıq. Onlardan özümüzə qarşı zərbə kimi, silah kimi istifadə elədilər və ümid bağladığımız gəncliyimizi də aparır, gözümüzdən gördüyümüz günə saldılar. Ona görə də biz belə qərar gəldik ki, Nurt adlı bir təşkilatı ətrafında birləşək. Bizim təşkilatımız apolitikdir, yəni siyasətdən uzaq, müxtəlif siyasi partiyaların nümayəndələri də təmsil olunmaqla çalışırıq ki, bir yerə yığılaq və bizim dərdimizi müzakirə eləyək, çıxış yolları axtarıb tapaq. Çox belə acınacaqlı da olsun, onu deməliyəm Teymur bəy. Bəlkə də bu bizim son demək olar çırpıntılarımızdır. Mən həqiqəti deyirəm sizə, nəyə görə? Çünki bizi kimi kadrların yenidən yetişdirilməsi 3, 5, 10, 15 ilin işi deyil. Buna uzun bir ömür lazımdır. Heç olmasa 10 illik yaxşı orta məktəb təhsil lazımdır. 5 illik ən azından ali təhsil lazımdır. Ondan sonra həyat praktikası lazımdır, dünya görüş lazımdır ki, sən bir insan kimi, bir kamil insan kimi formalaşıb meydana çıxasan ki, xalqı da flaqman kimi arxanla apara biləsən. Ona görə də biz kimimiz qalıbsa Sovetlər dönəmindən, ondan sonraki o milli azadlıq hərəkatı dövründən qalmış ziyanlarımız var, gözəl qardaşlarımız, bacılarımız var. Onları ətrafımızda toplamaqdan çalışırıq. Son olaraq Gürcistanda yaşayan millətimizi xilas edir. Mən tam səmimiyyətinlə və tam məsuliyyətlə deyirəm ki, əgər biz bu işin öhdəsindən gələ bilmədiksə da, həm Türkiyə, həm Azərbaycan Gürcistanda yaşayan türklərdən əl üzə bilər. Onlardan nəinki öz milləti kimi, soydaşı kimi, bəlkə də gələcəkdə potensial düşman kimi də gözləyə bilər. Ona görə ki, sahibsiz qalmış, arxasız, yiyəsiz qalmış bir millət ki, gedib Kipirdə gəmilərin fotosunu çəkir, İrana casusluq edir. Nə bizim qarantiyamız var ki, kimsə savaş şimalına agenti olmayacaq, kimsə hanaların agenti olmayacaq. Bilirsinizmi, Teymur bəy nəyə oxşur bizim vəziyyətimiz? Elə bilin ki, o öcək uşaqlar ki var, yetim uşaqlar olur, ortalıqlarda nə yediyini bilir, nə içdiyini bilir, hərə bir konfet verir, nə ayaqqabısı var, nə geyimi var. Bizim Gürcistan türkləri faktiki olaraq sahibsiz qalmış, o ortalıqda qalmış yetim uşaqların gününə çöktü. Çox əfsuslar olsun ki, biz vaxtında özümüzə günahlanmadıq. Özümüz üçün nəsə eləyə bilmədik, kimlərəsə mutlu olduq və nəticədə hansı da bəzi diletant, məsuliyyətsiz adamların bacarıqsızlığı, savadsızlığı, tayfabazlığı, yerribazlığı, Türkiyə düşmən mövqeyində olmağının nəticəsində gəldik. Bugün çox ağlamalı və acı günə düşdük. Bugün biz həqiqi ortalıqda sahibsiz qalmış yetim uşaqları və bu uşağı istənilən dövlət əlində
xurma ilə, şokoladdan yetişdirib, istənilən vaxtı lazım gəlsə öz millətinə, öz dininə qarşı da deyib, xüsusi agent kimi də istifadə edə bilər, başqa da. Mən yenə deyirəm, tam məsuliyyətinlə ki, biz çalışacağıq, əlimizdən gələn eləyək ki, bu yurt təşkilatı ətrafına toplasın bütün elitamızı, bütün qeyriyyəti olan, vicdanı, milli qüruru olan, Gürcüstanı sevən, dövlətini sevən, Gürcüstan türklərini çalışacaq ətrafımıza toplayaq, təhsilin vəziyyətini, ondan sonra dövlətçilikdə bizim təmsilçiliyimiz məsələsini, məktəblərin durumunu, mədəniyyətimizin durumunu, hamısını analiz edib, ondan sonra biz ortalığa çıxaracağıq real diaqnoz Gürcüstan türklərinin durumu nə yerdədir, çıxış yolları nədə görülük və Gürcüstanı tərk eləmiş, getmiş yerlə bizim soydaşlarımıza da Gürcüstan türklərinə müraciət edəcəyik ki, onlar heç olmasa vətəndən qıraq gedib özləri üçün nəsə gözəl şəraitləri yaradıblarsa da kimlərsə də, onlar heç olmasa bizə maddi dəstək versinlər. Çünki bizim bircə problemimiz var, Teymur bəy. O da bizim maddi problemimizdir. Yoxsa ki, bizim maddi problemlərimiz olsaydı, İranın öz tutaq tərəfdarlarına elədiyinin 5%-ni bizə kimsə eləsəydi, biz onlardan bugünkü günə düşməzdik, nə də imkan verməzdik ki, bugünkü durum yaransın. Onlara böyük saraylar, məscidlər, mədrəsələr, televiziyalar, saytlar, təşkilatlar, nələr, hər bir şərait yaradılıbdır. Amma böyük, bəlkə də 1 milyona yaxın sayı olan Gürcüstan türklərinin Tiflis şəhərində bir oturacağı balada ofis yoxdur. Nə bir Azərbaycan evi yarada bildik, nə Türk evi yarada bildik. Bir ev yoxdur ki, oturasaq bir millətin dərdini müzakirə edəsək və bununla da yenə demək istəyirəm ki, bizimki Ulu Tanrının ümidinə qalıb, bir də ki, Gürcüstanda son dəfə olaraq canını qoyan, həyatını risk atan, ömrünü günlə risk atan insanlar lazım gələcək ki, biz bu vəziyyətdən çıxaq. Biz nə Gürcüstan hakimiyyətinin insafına umutlu qalmamalıyıq, nə Azərbaycanın, nə də ki, Türkiyə Gürcüstanda olan rəsmi və qeyri-rəsmi nümayəndələrin ümidinə qalmalı deyil. Çünki biz bilirik ki, onlardan heç bir xeyir olan deyil. Çünki biz onu büyük də görürük. Aziz bəy, çox təşəkkür edirəm və sonuncu sualımı verirəm. Gürcüstanda təbii ki, sizin bu qurduğunuz təşkilatlarla bağlı uğurlar arzulayıram. Mən də bir borçalı türkü kimi, bir Gürcüstanlı kimi əlimdən gəlirsə eləməyə hazıram. Yəni, hər halda əlimizdən nə gəlirsə. Sadəcə sonuncu sualım budur ki, Gürcüstanda vətəndaşlıq haqqında yeni qanun qəbul olunubdur. Vətəndaşların valideynlərindən biri Gürcüstanda doğulmuş, nə bilim mən. Bu məsələdə keçənlərdə də yəni belə bir qanun qəbul olunmuşdur, amma digər millətlərə şamil olundu, Azərbaycan türklərinə şamil olunmadı bu məsələ. Bu qəbul olunan bu qanun yenə də həmin şəkildədirmi, yoxsa Azərbaycanlılar da o vətəndaşlıq hüququndan istifadə edə biləcəklərmi, türklər? Yox, əlbəttə istifadə edə bilməlidir. Çünki orada konkret deyir ki, etnik Gürcülərdən söhbət gedir orada. Yəni, Gürcüstan vətəndaşlarına və Gürcüstanda doğulanlardan, əslən Gürcüstandan olanlardan söhbət getmir orada. Orada, əlbəttə orada konkret deyilir ki, etnik Gürcülər əgər Gürcüstan vətəndaşı deyilsə, Gürcüstan vətəndaşlarından çıxıb başqa dövlətin vətəndaşıdırsa da, onun evladı olanda, yəni belə çıxır ki, avtomatik o doğulduğu dövlətin ərazisində vətəndaşlıq almaqdan yanaşı, yəni Gürcüstan həm də eyni vaxtda ona ikinci vətəndaşlığı verir. Bu yalnız söhbət etnik Gürcülərdən gedir. Və açıq söyləyeyim sizə, yalnız bu yox. Bilirsiniz, mətərdir, həmişə mən bir siyasətçi kimi deyirəm. Belə qanunları qəbul edən hakimiyyətlər, əgər bunun ortaya meydana çıxardırsa da və qorxmadan artıq tolerantlığın çoxlu surətdə pozulduğunu özü də bilir, dünyada gördüyü halda bunu eləyirsə də, indi mən sizə sual verirəm, bəs o görünməyən tərəflərdə vəziyyət nətərdir? Doğrudan, əgər belədirsə, siz deyən formada da çox böyük bir ayrı seçkilikdir. Əlbəttə, açıq söyləyəm, bunun hamısı məqsədi surətdə aparılan şeydir. Yəni, Gürcüstan türkləri sayına görə, mövqeyinə görə Gürcüstanda ikinci aparıcı böyük bir millətdir. Az deyil, 1 milyona yaxın bizim bəlkə də sayımız var burada, açıq deyirəm. Və bizim təhsilimizin bilərəkdən bərbad vəziyyət salınması, Məhmədov aparılması,
dini fanatizmin bu qədər qabardılması, açıq deyirəm, və gənclərimizin sağına, soluna, xarici xidmət orqanları tərəfindən belə istiqamətləndirilməsi, narkomaniya baş alıb getməyi, cahillərin, açıq deyirəm, irəli çəkilməyi, savadlı, dünya görmüş adamlarımızın psikdirilməsi, onlara qarşı deyək ki, belə çox belə ciddi tədbirlərin görülməsi, onlara imkan verilməməsi və çoxlar məcburi eləmək ki, Gürcüstan tərk eləsin, ailəsindən çıxsın, geçsin, başqa yerdə yaşasın və s. Bunun hamısı əlbəttə o dediyim sahənin görünməyən tərəfləridir bəy. Yəni ki, mən təqribən aşağı yuxarı bir siyasətçi kimi bilirəm nəyin baş verdiyini və hansı sahələrdə nələrin olacağını baş verir. Bu, bilirsiniz, o Saakashvili ki var idi, deyirdi ki, onları hamısı Gürcüstandan qovmaq lazımdır. Onun bir xəsiyyəti var ki, o biraz başçı öyrəndə nə düşünür, onu dilindən deyir. Amma var, başqaları var, onu gülə-gülə, qucaqlaya adamı öpüb edirlər, bilirsiniz. Yəni, endişə hökumət ola bilsin, iftar süfrəsi versin, oradan da çıxanda elə qanun qəbul edir ki, millətin beli qırılır, bilirsiniz. Yəni, elə keçən dəfə qəbul olunan qərar digər millətlərlə, yəni bütün Gürcüstan vətəndaşlarına şamil olunurdu ki, kimlərsə əvvəl vətəndaş olurlar, geri qayıda bilərlər, geri vətəndaşlıq edə bilərlər, ikili vətəndaşlıq qəbul edə bilərlər. Amma onda belə bizimkilərə qarşı ayrı seçkilik var idi. Yəni deyirlər, yox, Azərbaycan hökumətindən güya danışıqlar olur ki, Azərbaycan deməli vətəndaşlarını, yəni Azərbaycanlıları eləməyin bu şeyi, özünükülər eləyin. Həm də məktəb məsələsindən deyirlər ki, bizim o vaxt diaspora komitəsindən belə danışılır. Yenə deyirəm, baxın, deyir ki, imtahan verməlidir Gürcü dilindən və Gürcü tarixindən, bilirsiniz. Təsəvvür elə, mənim üç oğlum var, üçü də Azərbaycan vətəndaşdır, o Gürcüstan vətəndaşlıq vermədi onlara. Mənim böyük oğlum, deməli, Cavakşvilada Tiflis Dövlət Universitetini, Top Universiteti hüquq fakültəsini bitirir. O imtahan deyirdi, tarixdən də, Gürcü dilindən də təsəvvür edeyim. Sonra məktub gəldi ki, deməli, sən kəsildin. Bu getdi, müraciət elədi ki, göstərim, yəni nəyi deməmişəm mən. Bir adaş mən Gürcülərdən artıq Gürcü dilli bilirəm və Gürcü tarixini əla tutarmışam universiteti, nəyi deməmişəm. Oradan bir cavab gəldi ki, Sakartvelo Saxantipo interesebidən qanun dinarı, yəni Gürcüstanın milli təhlükəsizliyini nəzərə alaraq yox. Bildiniz mi? Daha bunun izahı yoxdur, bilirsiniz. Onu hər kəsə imtina üçün yaza bilərlər də. Və əlbəttə yazdılar, bu əlbəttə orada da konkret heç də göstərilmir və göstərməyəcəklər də açıq deyirəm və açıq deyirəm, bu imtahan zatı var, bu şırmadır, yenə deyirəm. Orada istəyirsən Gürcünün özü tarixçi, Gürcü professor da geçsin, istəsələr onu kəsəcəklər imtahanda, bilirsiniz. Baxın, siz statistikaya baxın ki, neçə nəfər Azərbaycanlı belə dərk Gürcüstan Türk imtahan veribdir, neçəsi keçibdir, baxarsın. Yəni, faktik olaraq yox deməkdir, bilirsiniz. Çox sağ olun Fazil bəy, var olun. Dəvətimiz qəbul edildi, gəldi, cavab verdi. Çox sağ olun. Mən sizə uğurlar arzulayıram. Ümumiyyətlə, bütün Gürcüstanda olan soydaşlarımızın hər birinə uğurlar arzulayıram. Çətindir. Bu dəqiqə, deməli, Türk olmaq çox çətindir, öz bilirsiniz. Teymur bəy, 3 dəqiqə mənə vaxt versəydim, sonra olaraq işini tamamlayardım. Böyle haqqında. Mən yenə deyirəm, Qıpçaq Əfşar Etos sistemində Gürcüstan, deməli, soğanlı tarix işlem yazmaqda əsas məqsədim mənim nə idi? Birinci, Teymur bəy ondan ibarətdir. Gürcülər millət olaraq bizdən soruşur ki, Romeleri hiç anlamad genellik. Hansı millətin nümayəndəsin? Biz deyirik, Azərbaycan eli var. Yəni, bu Gürcü ilə bizim dilə tərcümə eləyəndə belə çıxır ki, Azərbaycanlıyam, Azərbaycanlarla belə mənim çıxır, bilirsiniz. Və bunlar bizi Azərbaycandan gələnlər kimi qəbul edir. Və mən yazıçılar evində orada alimlərin, yazıçıların, şairlərin iştirak elədiyi bir məclisdə mən izah elədim ki, biz Qıpçaq türküyük. Görürsün, mən sizə də efir başlayanda dedim ki, Gürcüstan, Qıpçaq, Qarapapa, Qapçaq türküləri adına. Bunu niyə deyirəm, bilirsiniz? Mən deyəndə ki, biz Qıpçaqıq, bunların yazıçıları belə çox təəccüb elədi ki, nətər Qıpçaqsın? Deyirəm ki, biz Qıpçaqıq da, yəni Qıpçaq türkləriyik da. Və başladım tarixdən danışmaya bunlar.
Və mən məcbur oldum artıq bir Türk olaraq, bilirsinizmi, bunu çox hündürdən deməyə və bu haqda kitab yazmağa, çatdırmağa və s. Çünki yenə deyirəm, Azərbaycanın sözü 37-ci ildən leksikona daxil olub deyim, cəmsi bir 80 ömrü var bu sözün belə deyək. Bunların ziyalıları da, intelligensiyası da Azərbaycanda birinci bizə gəlmə kimi baxır, ikinci bir təzə millət kimi. Amma Qıpçaq dedikdə bu artıq çox möhtəşəm alınır və yaxşı alınır. Gürcüstanda başqa hansı türklər yaşayır? Qıpçaq türkləri, Qarapapaq türkləri, sonra hansı türklər var? Bilirsən, açıq deyirəm bəy, mən biraz tarixi arxivlərdən çox sağ olsun, böyük təşəkkür edirəm sizin eferiniz vasitəsilə Xaləddin bəy İbrahimliyə professorumuz, gözəl qardaşımız. Xaləddin bəyin elmi redaktorluğundan bizim kitabımız işıq üzü gördü. Eləcə də Cəfər və Mustafayevin, eləcə də Şərəf müəllimin oğlu Oğuz bəyin resensiyasından yazılmış kitabdır. Yəni akademik səviyyədə yazılmış monoqrafiyadır. Arxiv sənədlərindən yazılmış. Bilirsinizmi? Mən arxiv sənədlərinə daxil olub oxumağa başladıqca həddindən çox maraqlı deməli hadisələrdən, faktlardan üzləşirik Teymur bəy. Və mən inanıram ki, əgər biz bir maddi dəstək ala bilsək, mən Gürcüstanda yaşayan Türk kəndlərinin, obalarının, ellərinin bir-bir ayrılıqda hamısının tarixini yazsaq çox gözəl olar. Açıq deyirəm, çox da maraqlandır. Şəxsən mən oturduğum bu soğanlıq obasının elmində tarixi gəlir 3000 ilə qədər tarixi sənədlərlə mən bu kitabda onu sübut eləmişəm, bilirsiniz. Yəni biz dünyanın və yaxud 500 ilin, 300 ilin xalqı döyülük, çox qədim qalıqdır. Düzdür, bu elin obanın başına çox oyunlar gəlibdir. Mən Gürcüstan türklərinə müraciət eləmək istəyirəm, deyirəm ki, Gürcüstanda yaşayan Qıpçaq türkləri, Qarapapaq, Qafşar türkləri, qardaşlarımız, biz Gürcüstanın patriotuyuq və Gürcüstan dövlətinin qurulmasında istəyir, qədim bun türklərin vaxtında bu söhbət gedir eramızdan əvvəl və 12-ci əsrə qədər David Maşenebeli dövründə Şimali Qafqazdan Kuman və Qıpçaq tayfalarının Gürcüstana köçürülməsi, 40 min ailənin, yəni 300 mindən çox türkün Gürcüstana gəlməsi, Didqori savaşı və Didqori savaşında bizim babalarımız deməli Qıpçaq türklərinin qələbəsi faktiki olaraq Gürcüstanı bir dövlət kimi xilas elədi. Ondan sonra Gürcüstan dövlətinin qol-qanad açmağı və demokratik, normal bir dövlət kimi dövlətçiliyinin qurulmasına şərait yaratdı. Bunu bizim babalarımız elədi, Qıpçaq türkləri. Və siz bilin ki, həmin Qıpçaq babalarınızın evlatlarısınız və bu dövləti quranlardan biri, biz buranın aborijen yerli halisiyik və hər birinizdə xahiş edirəm ki, bizim yanımızda durasınız və biz də Gürcüstan hakimiyyətindən layiq olduğumuz kimliyimizi, tarixi keçmişimizin bərpasını tələb edir. Biz çox istəmirik Teymur bəy. Biz istəyirik 12-ci əsrdə David Maşenebeli dövründə, yəni 800 il əvvəl bizim millətə olan hörməti istəyirik eləmək. Bilirsən Teymur bəy, mən burada xeyli Gürcü ziyalıları var, mən onlarla söhbət edirəm və onlar məni dəstəkləyirlər. Nəyə görə? Çünki Gürcüstan dövləti balaca dövlət olaraq dünyada baş verən bütün çətin deməli geopolitik vəziyyətdə, müharibələrdə, qonşuluğumuzda baş verən proseslərdə çox təhlükəli vəziyyətdədir, bilirsiniz. Yəni, Gürcüstan əgər bir balaca nəsə baş versə hadisə, Gürcüstanın Azərbaycan kimi arxası yoxdur. Türkiyə, Pakistan və Turan Dövlətlər Birliyi və s. kimi yoxdur. Ermənilər kimi nə Gürcülərin Amerikada diasporalar var, nə Fransada, nə heç yerdə. Gürcü xalqı, Gürcü milləti balaca bir millət, biz balaca bir dövlətik. Mən də Gürcü qardaşlarımıza deyirəm ki, heç olmasa bizim arxamızda duran Gürcü, Amerika, Fransa və başqa diasporalar yoxdursa, super dövlətlər durmursa da, gəlin biz Gürcüstanın daxilində olan millətlərin birliyini təşkil edir. Bu millətləri təşkil eləmək üçün bu şovinizmə son qoymaq lazımdır. Ən ağıllı Gürcü David Maşenebeli olubdur. Yəni bir nömrəli imperator da o olubdur. Gürcüstanın tarixini 100 illik qızıl əsri yaradan da olubdur. Gürcüstan dövlətçiliyini sıfırdan quran da olubdur. Əgər o türklərə, Qıpçaq türklərinə hörmət edirdirsə, o xanımı Turanduk, əgər türk qızıydısa da qaynatası Atrak, Tutaş Müdafiə Naziri, Daxili İşlər Naziri, Qıpçaq idi, Xarici Kəşfiyyat, bütün Qvardiyan başçısı, Finansa
bakanı, hər biri əgər Qıpçaq türküydüsə, bunu tarix yazır, gürcü tarix yazır. Mən demirəm bunu. Bunu Kartlis Kovreba, Moksevay, Kartlisa, Şaniki, Çukareba bunlar deyir. Mən demirəm bunu. Yəni bizim bu qədər hörmətimiz olduğu halda biz gürcü qardaşlarımızı başa salırıq və deyirik ki, gəlin əvvəlki dövrə qaydaq. Qıpçaqlarla gürcülər birləşsin və möhtəşəm bir dövlət qurur. Yox, əgər belə davam eləsə, bizim xalqdan siz əgər Fars Molla rejimi agentura şəbəkəsi yaradarsınızsa, toplum yaradarsınızsa, sonra ərəblərə təhvil verəsiniz, ora, bura, bu nəticədə gəlib separatizmlə nəticələnə biləcək. Və başqa maraqlı dövlətlər bizim xalqdan, bizim millətdən lazım gəldi Gürcüstan əleyhinə istifadə edə bilər. Ona görə də hər birinizi türk olmağa çağırıram. Qəlbən, ürəkdən, ağıldan, əxlaqdan, tərbiyədən, müsəlman olmağa çağırıram. Öz təriqətinizə də, İslam dininə də çox ağıldan, kamaldan, qeyrətdən deməli xidmət edin və Gürcüstan vətənimizə. Biz Gürcüstanı sevirik, Gürcüstan bizim vətənimizdir, bizim dövlətimizdir və Gürcüstan dövlətçiliyini biz çalışıb qorumalıyıq. Amma Gürcüstan dövlətində yaşaya-yaşaya biz dövlətin vətəndaşı statusunda olmalıyıq. İkinci, üçüncü, dördüncü kategoriya kimlərinsə öz başına istədiyi hər gün yeni bir qanunların kəşf eləməsinə imkan verməli deyil. Biz ona çalışmalıyıq ki, Gürcüstan parlamentində milli və dini azlıqlar haqqında qanun qəbul olunsun və biz öz statusunu bilək. Bizə nəyə icazə var, nəyə icazə yoxdur. Yoxsa bugünkü qaranlıq oyunların nəticəsində mənim türk millətim, 1 milyona qədər olan böyük türk millətim Gürcüstanda açığını deyirəm, terrorist obrazına düşür, ictimai rəy mənfi formalaşır və getdikcə kütləşmə, təhsilsizlik, cahillik, savadsızlıq baş alıb gedir və gözümüzün qarşısı, ziyalıların gözünün qarşısında millətimiz məhvə doğru gedir. Çox sağ olun Teymur bəy. Sizə də minnətdarım. Sizə ki, səsimizi dünyaya çatdırmaqda bizə həmişə yardımcı olursunuz. Mən çox məmnuniyyətlə bu ikinci hissə ilə bağlı bir gün sizi dəvət edəcəm. Kitablarla bağlı, ümumiyyətlə oradakı bizim durumumuzla bağlı və cəmiyyətə çatdırmalı ki, bizim ilk Gürcüstan parlamentdə təmsil olunan qadın Fatma xanım olubdur. Yəni bu elə belə məsələ deyil. Bu Azərbaycan bir qürur duymalıdır bu cür insanlarla və Gürcüstan da təbii ki, keçən əsr 100 il bundan qabaq qurulan o dövlətdə, o hakimiyyətdə, daha doğrusu o dövlətdə təmsil olunan, parlament təmsil olunan Azərbaycanlı xanım varsa, bugün daha çox olmalı, daha çox xanımlar təmsil olunmalıdır parlamentdə. Daha çox kişilər təmsil olmalı, həm də türk kişilər təmsil olmalı, elə belə əldə düzəltmə adamlar yox. Çox təşəkkür edirəm Fazil bəy, var olun. Növbət dəvəsindən görüşənə qədər. Sağ olun. Hələlik, sağ olun. Bəli, dəyərli izləyicilərimiz, bizim bugünkü proqramımız tamamilə Gürcüstana həsr olunmuşdur və Gürcüstanda yaşayan soydaşlarımıza həsr olunmuşdur. Bu çox vacib bir məsələdir. Çünki beləcə soydaşlarımızı yaşadığımız yerlərdə, daha doğrusu soydaşlarımın yaşadığı yerləri itirə-itirə gedirik. Necə ki, bugünkü Ermənistan adlanan ərazidən soydaşlarımızı yaşadığı yerləri itirdik, qaldı onların əlində. Elə olmasın ki, Gürcüstanda da biz bunu itirək və bugün həyəcan təbil çalan soydaşlarımızın yanında olmalıyıq. Dostlar, bir elanı da vermək istəyirəm mən sizə. Yəqin ki, indi sonda efirimizin bağlandığını hiss edən dostlarımız ona görə azaldılar. Bir məsələni çatdırmaq istəyirəm. Gürcüstanda Aşıq Hüseyin Saraclı kimi tanınan, daha doğrusu Gürcüstan əsilli və Saraclıdan olan Aşıq Hüseyin Saraclının bu il 110 illiyi idi. Aşıq Hüseyin Saraclını dünyanın hər yerində aşıq sənətini sevən insanların hər biri sevirlər. Çünki öz üslubuna, öz dastan danışmasına, aşıq sənətini yaşatmasına, ümumiyyətlə türkçülüyü öz sənətini yaşatmasına xidmət edən kişilərdən biri olub da, Allah ona rəhmət eləsin. Aşıq Hüseyin Saraclının 110 illiyi ilə bağlı gözəl bir qardaşımız bir təşəbbüs başlayıbdır və onun kənddə, Saraclı kəndində, Gürcüstanın Bolnis rayonunun Saraclı kəndində olan büstünün ətrafının təmizlənməsi, düzəlməsi və qəbrin üstünün abadlaşdırılması üçün, 110 illiyi hazırlanması üçün deməli yardım kampaniyası başlayıbdır. O yardım kampaniyasına qoşulmaq istəyən hər mənə müraciət edə bilərlər. Mən onları istiqamətləndirim o qardaşımıza, onun o hesabına
daha doğrusu mən deməli bugün mənə müraciət olundu. Mən özüm də yardım göstərdim və hər kəsin də bu yardımı göstərməsini xahiş edirəm və kim də yardım göstərmək istsə mənə müraciət eləsin, mən o hesabı verim, hər kəs ora yardım göstərsin. Həm Saracı kəndindən olan imkanlı şəxslər, həm Aşıq Söyün Saracı sevərlər, fərqi yoxdur. Saracı kəndindən olsun, başqa kənddən olsun, fərqi yoxdur və hər kəsin də bu tədbirdə yaxından iştirak eləməsini xahiş edirəm. Mən elə sonradan Fazil bəyə də müraciət edəcəm və digər dostlarıma müraciət edəcəm ki, o tədbirdə mütləq iştirak eləsinlər və görsünlər ki, həqiqətən də biz öz sənətimizi, öz sənətkarlarımızı yaşadırıq. Dostlar, adicə bir müğənni oxuyanda və yaxud da toyda bir rəqs edəndə çıxardıb $100 xərcləyən insanlar o müğənnidən, toydan kənarda da bu sənətin yaşaması üçün pul xərcləməyə bacarmalıdırlar. O, içəndən sonra adam çox şey xərcləyə bilər. Əsas odur ki, insanlar ayıq başla xərcləməyə bacarsınlar. Ayıq başla Aşıq Söyün Saraclı, əgər o Aşıq Söyün Saraclı sənətindən zövq alırsansa, onun irsinin yaşaması üçün də hərəkətlər eləməlisən və çoxlu Aşıq Söyün Saraclı məktəbini davam elətdirə biləcək şəxslər var. O şəxslərə də yardımlar olunmasını mən çox istəyərdim ki, məktəblər olsun, Aşıq Söyün Saraclı məktəbi olsun, Aşıq Kamandar məktəbi olsun və digər və s. borçalı olan bizim başçılarımızın məktəbi olsun və məktəblər davam eləsin. Yardımlarınızı əsirgəməyin dostlar. Bax, gedən xəttin sonunda birisi bizim hər zaman burada bu gedən xətt var, hərəkətli olan lent var. Bu hərəkətli olan lentin sonunda bizim telefonlarımız var. Mənlə əlaqə saxlasanız, mən sizi əlaqələndirəm. Gürcüstanda olan bu soydaşımızla, qardaşımızla və yaxud Azərbaycanda olan soydaşlarımızla əlaqələndirəm ki, o Aşıq Söyün Saraclının xatirəsinin əbədləşdirməsi ilə bağlı, o irsin yaşaması ilə bağlı onun deməli həm kənddə olan büstünün, həm də kənddə olan qəbrinin abadlaşdırması ilə bağlı əlinizdən gələni eləyəsiniz. Sağ olun, var olun, dəyərli izləyicilərimiz, dəyərli dostlarımız. Növbəti görüşümüzə qədər hələlik. Sağ olun.